Salam. Düşüncələrimin içərisində boğuluram deyirsənsə və bu düşüncələr çox vaxt neqativdir də deyirsənsə, sənə bu videoda beynini yenidən yarada biləcəyin bir texnikalardan danışacağam. Niyə düşüncələrimiz beynimizi necə dəyişdirir? Hər insan öz beyninin heykəltaraşıdır deyirlər. İnsan öz yaşadığı mühitdə, sosial münasibətləri ilə, öyrəndiyi hər şeylə və xüsusilə də düşüncələri ilə beynini formalaşdırır. Ya bizim beynimiz xoşbəxt olur, ya da bizim beynimizdəki düşüncələr bizi bədbəxt edir. Buna görə də düşüncələrimizin biz olmadığını ayırandan sonra əslində sinir sistemimizin bir-biri ilə bağlı olan tək bir sistem olmadığını, ayrıca neyron adı altında birləşən və hüceyrələrdən ibarət olduğunu deyirlər alimlər. Və bizim psixoloqlar və psixoloji həkimlər, neuropsixiatrlar bunu isbat edirlər ki, bizim düşüncələrimiz dəyişəndə bizim neyron sistemimiz də dəyişir. Yəni bizim zehnimizin neyronlarının dəyişməsi bizim düşüncələrimizdən asılı ola bilir. Beynimiz və sinir hüceyrələrimiz əslində beton kimi bir sabit bir şey deyil. Əksinə elastik bir şeydir. Məsələn, siz beyninizdə hər hansı bir düşüncəni keçirəndə, beyninizdə o düşüncə ilə bağlı sinir hüceyrələri arasında bir yol yaranır və siz hər bu düşüncələri təkrarlayanda, o yolu hər dəfə istifadə edəndə o yol genişlənir, qalınlaşır. Necə ki, samanlığın içərisində açdığınız nazik bir yol kimi. Gedib gəldikcə o yol daha da genişlənir. Hər dəfə istifadə edəndə o yol daha da genişlənir və yol olur. Yəni biz ona patika deyirik, yəni psixoloji dildə pattern ingilis dilində. Yəni pattern dedikdə beynimizdə düşüncələrimizin pattern, yəni hər neqativ düşüncələrlə məşğul olduqda, hər dəfə qaramsar düşüncələr, neqativ düşüncələr o yolu daha da patternləşdirir, daha da dərinləşdirir və bir müddət sonra bu patternlər daha da avtomatikləşir. Yəni sən artıq onu istəməsən də görürsən, istəməyəndə də gəlir. Bəs onda nə edəcəyik? Yəni bu bizim qismətimizdirmi? Əlimizdən nə gəlir, heç bir şey gəlmir deyiriksə, belə deyil. Yəni bütün sinir çalışmaları göstərir ki, hətta 90 yaşında olsaq belə bu dəyişə bilir. Çətin olur. Demirəm ki, asan olur, amma mümkündür. Əgər samanlığın içərisində yaratdığımız o yolu istifadə eləməsəniz, bir müddət sonra o yollar artıq zəifləyir. Eyni şey beynimizdəki o qaramsar düşüncələrlə də keçərlidir. Əgər bu yol yerinə daha rasional, daha gerçəkçi, daha sağlam düşüncə yolu yaradarıqsa, artıq bu yolu daha çox istifadə eləməyə başlayarıqsa, bir müddət sonra qaramsarlıq və neqativlə bağlı yollarımız zəifləyir və daha fərqli, rasional düşüncələr avtomatikləşir. Biz buna koqnitiv davranış terapiyada ya da CBT terapiyasında sübut axtarma texnikasından eləyirik. Yəni məhkəmə metodundan biz beynimizdə buna baxacağıq. Bunun adı məhkəmə metodudur. Yəni iddianamə mərhələsidir. Gələn avtomatik düşüncələri fərqində olmaq və onları qeyd etmək.
Bu mərhələdə zehnimizdə yaranan bizdən asılı olmayan o neqativ düşüncələri görürük və onu bir yerə yazırıq. Misal, sən iş yerindəsən, iclasdasan, ağlına gözəl bir iş gəldi, ideya gəldi və sən bu fikri kiməsə, müdirinə və ya iş yoldaşlarına dedikdən sonra ortada bir səssizlik oldu və onlar buna baxarıq deyib keçişdirdilər və zehninizdəki avtomatik patern həmən araya girir və deyir ki, neqativ düşüncələr sənə hücum edir və deyir ki, ayda bu nə idi? Bu necə bir fikir idi? Sən yetərsizsən, səni heç kim saymır, sən heç vaxt yüksələ bilməyəcəksən, hamı səni ignor elədi və s. İkinci mərhələdə biz bunu eləyirik. Yəni çarpaz sorğulama. Gələn düşüncələri qarşındakı qoltuqda elə bil sən hakimsən, onu otuzdurursan və onu yazırsan o neqativ düşüncəni. Bu düşüncənin doğruluğuna dair sübutların nələr? Məsələn, mən yetərsizəm deyə düşündün. Mən heç vaxt yüksələ bilməyəcəm düşünürsən. Bu düşüncənin gerçəkliyinə dair, %100 doğru olduğuna dair sübutun nədir deyə həmin düşüncəni mühakimə edirsən, yəni hakim kimi. Yəni bu fikri sən insanlara dedin, insanlar fikrini qəbul etmədilər və sustular sadəcə. Həmən sual verirsən, fikrinin qəbul edilmədiyi sənin heç vaxt yüksəlməyəcəyinə dair bir sübutdurmu? Hər fikri qəbul edilməyən kişi yetərsizdirmi, bacarıqsızdırmı? Və yaxud da bu fikrin qəbul edilməməsinin başqa səbəbləri ola bilərmi? Bəlkə bu burada yetərli deyil, bəlkə bu mövzu ilə bağlı ehtiyacı tam qarşılaya bilmir və ya səndən asılı olmadan başqa səbəbləri ola bilərmi bu fikrin qəbul edilməməsinin? Yəni mən yetərsizəm düşüncəsini, mən əsla bu iş yerində yüksələ bilməyəcəm düşüncəsinin doğru olmadığını fərziyyə eləyəriksə, bunun doğru olmadığına dair sübutun nədir deyə sual verirsən. Məsələn, keçən ay sənin iclasda təklifin qəbul edilmişdi və alqışlanmışdı. Başqa bir sual, bu vəziyyətə dair daha gerçəkçi bir cümlə qursaydım, bu cümlə nə olardı? Məsələn, bu ola bilərdimi? Bu an fikrimin fərqli səbəblərlə qəbul edilmiş olmaya bilər, qəbul edilməmiş olmaya bilər və bu mənim yetərsiz olduğum mənasına gəlmir və heç vaxt yüksəlməyəcəyim mənasına gəlmir. Bu bir insani bir haldır. Normal olan budur. Üçüncü məhkəməmizin mərhələsi, üçüncü mərhələdə o köhnə qaramsarlıq paternini bağlayıb, o yolu bağlayıb yeni bir yol yaradırıq. Daha gerçəkçi, daha rasional bir paterni yol olaraq düşünün. İlk addımını atırıq və qərar mətnini yazırıq. Qərar mətnimiz budur. Fikrimin o an qəbul olunmaması mənim yetərsiz olduğum mənasına gəlmir. Sadəcə fikrim o anki şərtlərə uyğun gəlmədi. Növbəti səfər mən daha da hazırlıqlı gələ bilərəm. Yəni kağız üzərində quracağınız məhkəmə texnikası ilə ağlınıza gələn hər neqativ düşüncəni bu vəziyyətlə sorğuladıqda bu texnika ilə və bu neyronlar arasındakı o köhnə, lazımsız, qaramsar yolları yıxırıq, dağıdırıq və yerinə yeni, daha sağlıqlı yollar tikirik. Və bunu hər təkrarladığımızda bu yolu biraz daha da gücləndirmiş oluruq. Bunu xatırlayın ki, bu texnikanı ilk dəfə eləyəndə çox çətin olacaq sizə. Ağlınıza bu suallara cavablar gəlməyə bilər, biraz zorlaya bilərsiniz. Bu da çox normaldır. Siz o samanlığın, çılğınlığın içərisində hər zaman onu ilk dəfə eləyəndə
çətin ola bilər. Çünki beyin enerjini qorumağı sevir. O əski köhnə yollara sizi çəkə bilər. Çünki deyir ki, var da burdan yolumuz illərlə. Enerjini sərf eləməyi istəmir. Amma siz israrlı olun. 1-2 dəfədən sonra görəcəksiniz ki, beyniniz artıq yeni yolları istifadə edəcək. O yollarla getmək istəyəcək. Sizin üçün də hansı düşüncələri çətinlik çəkirsinizsə, o düşüncələri rəylərdə mənimlə paylaşın və o düşüncələri məhkəmə salonunda çürüdək. Biz buna CBT terapiyasında çürütmə və ya sübut axtarma texnikaları deyirik.